Günün tələbi dondurmadır. İsti havada sərin qidalananlar sağlamlığını da düşünmək məcburiyyətindədir. Görəsən dondurmaların keyfiyyəti istehlakçıları qane edir? Marjinallar çoxdur ümumiyyətlə. Ancaq harada hazırlanması, necə hazırlanması bilmirik. Ucuz olandan fikirləşirik ki, pis hazırlanan, ona görə bahalı marjinal üstünlüyü verir ona görə. Arada da olur ki, alırıq keyfiyyətsiz çıxır. Bahalı dondurmalar yaxşıdır, istifadə olunur. Ucuzda yox. Yəni, bahalı yaxşıdır demək olar. Hazırda yox deyək. Çox yeyən deyiləm mən dondurma. Xoşlamıram. Keyfiyyəti çox aşağı səviyyədədir. Ona görə ki, tərkibi çoxlu buz olur. Yəni, boğaz ağrıdır. Yəni, insan səhət üçün biraz zərərlidir. Kim necə gəldi buraxır, neçəyə gəldi buraxır, belə deyək. Keyfiyyət çox aşağı səviyyədədir. Yeməyi xoşlayan adama hal-hazırda bu gündə xeyir. Sovet dönemində biz görmüşük, uşaqlıq illərimiz o zaman olubdu. Dondurmadan ötəri ata pul ver, ana pul ver, qaçırdıq, dondurma yedi, doymazdıq bundan. Bu gündə nətər deyim, yəni çoxalıbdı asartilər, bəli, çoxalıbdı, çeşidlər çoxalıb, ancaq keyfiyyət o deyil. Dondurma belə açıqlamasını belə deyim də, biz o vaxt yeyəndə onun tərkibində südü hiss eləyirdik. Bu gündə buzdur başlanır, sudur. Buzu hiss eləyirsən ağzında. Xoşuma gəlir, artıq uşaqlar da evdə istəyəndə, vallahi seçimin altında uşaqların qəlbinə dəymək istəmirsən, amma seçimdə qalırıq belə, bilmirik nə eləyək. Bu uşağa zərər olacaq, yoxsa xeyir olacaq. Hələ bu yaşda könlümüz də istəyib bəzən halda. Mən özüm də havaların isti keçdiyinə görə tanışlarımla otururam, dostlarla oturanda dondurmadan istifadə edirik hər birimiz. Təbii ki, baxıram dondurmanın tərkibinə, əsasən dondurmanın tərkibində bəziləri yağlı olur, bəziləri daha keyfiyyətli, şirin olur və fikirləşirəm ki, mən daha çox dondurma yeyərkən onun tarixinə fikir verirəm. Çünki tarixi vaxtı keçməmiş olursa daha yaxşı olur. Dondurmadan istifadə edirik, yay aylarıdır. Şəkəri normaldır, yağlığı da. Dondurmanın keyfiyyəti yaxşıdır. Yəni tarifinə də baxırıq. O da yəni tez-tez satılır, qalmır. Ona görə dondurma təzə olur həmişə. Dondurmalar cürbəcür olur. Az yağlı, çox yağlı, amma hamısı dadlı olur. Ancaq keyfiyyətinə əmin olduğum dondurmalardan istifadə edirəm. Bahalı olanı daha keyfiyyətlidir. Dondurma istifadə edirəm, qane eləyir, keyfiyyəti yaxşıdır. Dondurma keyfiyyəti bahar qiymətinə görə də. Yəni, ucuz dondurmanın keyfiyyəti o qədər qane. Amma yəni, qiyməti yaxşı olan əlbəttə heç qane eləyir. Alıblar uşaqlar, nəsə xoşlanmayıblar. Qaymaqlı, yağlı dondurma, çiyələmli dondurma yaxşıdır. Nəvələrimi alıram, yedizdirirəm. Qiyməti yaxşı olanın keyfiyyəti də əla olur. Dondurmanın keyfiyyəti, bilirsiniz, onu əvvəlcə əritmək lazımdır. Əgər onun içindən su çıxırsa, onu bilirsən ki, o keyfiyyətsizdir. Həm də acı olmasın. Əvvəl hansınsa əritmək lazımdır, baxmaq lazımdır. Sonra həmin partiyanı yemək lazımdır da. Belə cürbəcür şeylər qatırlar da. Palmolu yağ var da, məsələn, onu yemək olar. Amma eləsi də var ki, o çox ucuzdur, onu yemək olmaz. Amma onun ucuz olduğuna görə alırlar zavodlar, yəni. Ona görə keyfiyyətsizdir, əlbəttə. İndi belə şeylərdən qaçmaq lazım. Bahalı o deməkdir, o keyfiyyətlidir, yox. Əgər qida kimi qəbul edirəmsə, mütləq onun istehsal tarixinə fikir verirəm. O baxımdan həssas yanaşıram mən ona. Ancaq keyfiyyətsizlik dadından başqa mümkün deyil onu bilmək. Dadda əgər acılıq olarsa, artıq onun keyfiyyətsizliyindən xəbər verir. Mən elə başa düşürəm. Çünki süd məhsulu olduğu üçün mütləq acı olmalıdır. Vaxtı keçmişdirsə. Mən şəxsən Rusiya dondurması daha çox üstünlük verirəm. O dad baxımından daha çox dadlıdır. Ən azı 80-90, bəlkə də 1 manat olarsa əgər, onda keyfiyyətdən danışmaq olar. 20 qəpiyə məlum məsələdir ki, keyfiyyət nə olacaq bilinmir. Yay aylarında ilan sancmaları çoxalır. Bəs ilan sancan zaman nə etmək lazım olduğunu region sakinləri bilir? İlan sancması birinci ilk yardım, xəstəxanaya tez çatdırmaq və zərdablarla müalicəyə başlamaq. Yəni, ən əsas ki, nə artıq bu müalicələr, ilk yardımlar tez olsa, sağalma
həmindən tez olur və gözəl effekt verir. Rayonda var, bəli, zərdablar var, həmişə saxlanılır. Yəni bizim rayonda ilan sancmaları biraz az olur. Yəni həmişə olmur. Ancaq zərdablar bizdə həmişə saxlanılır. Onların müddəti yoxlanılır, baxılır və istəyən vaxtı da problemi yoxdur. Ən birinci, xəstə ilan vuran adamı sərin yer çəkmək lazımdır. Sonra da onu həkimə çatdırmaq lazımdır, ən vacibi. Ona ilkin yardım göstərmək üçün həkimə çatdırmaq lazımdır. Dağ-tək kətlərində olur, onda biz tərəflərdə olmur. Biz aşağı tərəfdə yaşayırıq. Ona görə aşağı tərəflərdə olmur. Ən çox dağlıq tərəfdə, quraqlıq olan yerlərdə. İlan sancması zamanı məktəb vaxtlarında da deyəsən keçildiyi kimi, nə bilim, jüludlarla həmin nahiyyə bağlanır, qan getməsin və yaxud da qan sorulub atılır. Yəni, primitiv şeylər çox dərinliyi bilmirəm. Televiziya vasitəsilə çox yerlərdə görmüşük, amma özüm çox şükür ki, elə bir şeydən rastlaşmamışam. Mənim ayağım ilan sancdı, ayaqqabının ipi ilə sıxdım və maşından xəstəxanaya müraciət etdim. Və məsləhət görərdim xəstəxanaya, ilan sancan vaxtı xəstəxanaya müraciət etməyiniz lazımdır. Xəstəxanada zərdablar var. Bir olan hadisəni də danışıram. Yəni biz tanış uşaqlarla dostlarına getmişdik. Həmin vaxtı həmin uşaqlardan biri, yəni yoldaşlardan birinin, tanışdan birinin ilan vurması baş verdi. Həmin vaxt yəni ilan vurması barədə biz onu tez götürüb, onun ilan vurduğu yer nahiyədən, yəni dizdən aşağı nahiyədə ilan vurmuşdu. Biz həmin tərəfi yəni sıxıb, dizdən yuxarı nahiyəni sıxıb, rezinlə, yəni bərk sıxdıq ki, yəni o bütün zəhər başqaya yayılmasın. Bu arada ki, bizim yəni onu bilən, bacaran adam gəldi, yaxınlaşdı bizə tərəf. Dedi ki, buna qarşı eləmək üçün ilk növbədə həmin yeri çərtmək lazımdır. Başladı ki, onu çərtdi və o sıxılan yerin aşağı, zəhər ilan vuran yeri çərtərək həmin yeri sıxdı və onun zəhəri az da olsa da töküldü, yəni xaricə çıxmağa məcbur oldu. Sonra isə biz onu həmin dəqiqə maşına qoyub xəstəxanaya apardıq. Və sonra da bu həmin zəhərə qarşı, yəni ona qarşı zərdab vuruldu və onun həyatı demək ki, təhlükəsi olmadı və xilas oldu. Demək ki, ona vurulduqdan sonra sağaldı və onun üçün də çətinlik bir şey yaranmadı. Rayonlarda ona qarşı müalicə eləmək üçün hər bir xüsusi tədbir var, yəni zərdab var. İlan sancanda həmən yerə yod deyirsən, dərman vurursan, yod vurursan, nə bilim, boğulsan ayağını, iplə. Tez qanı boğmalısan ki, başqa yerlərə zərər verməsin. İlan sancması zamanı ilk tibbi yardım, xəstəni düz uzatmaq tərpənməz vəziyyətdə. Ondan sonra ilan sancan yerə buz, varsa buz qoymaq, əvvəlcə yod varsa yanında, hansısa tibbi vasitələr varsa işləmək, yodla, spirtlə, nəyləsə və yaxud da pereks varsa pereks tökmək, livanol varsa bu şeylərdən də tibbi vasitələr. Yoxsa ancaq xəstəni düz vəziyyətdə uzatmaq, imkan varsa bir ağaçla həmin hissəni sarımaq, tərpənməmək şərti ilə. Buz qoyub müalicə mərkəzinə çatdırmaq lazımdır. Bu son illərdə ilan sancması da artıb, ilan da artıb. Bu il daha çox artıb. Bu il daha çox ona görə artıb ki, ilan yumurtası 40 il. Yağmayanda yağış, quraqlıq vəziyyətdə diri qalır ilan yumurtası. Nə vaxt yağınlıq başlayarsa, ilan yumurtası onda bala verməyə başlayır. Ona görə də bu ilanlar daha çox yağınlıqdır deyə. Çoxlu maya qəbulləmək, yəni tez həkimə çatdırmaq, ayrı heç bir şey. Keçənlər bizim kənddə bir nəfərin ilan vurması ilə yəni dünyasını dəyişdi. Biri ondan qabaq deyən biri iki dəfə olmuşdu. Nələlik yoxdur, amma artıqdır, bəli. İlan sancan yerdən biraz yuxarına möhkəm bağlamaq lazımdır və təcili yardıma müraciət etmək lazımdır. İlan sancmaları müəyyən qədər artıb bu illərdə. Biz şəhərin yuxarı hissəsində yaşayırıq deyə oralarda elə də çox ilana rast gəlmir. Amma Şəkinin aşağı hissəsində, elə bil Şəki zonasının aşağı hissələrində ilanlar daha çoxdur. Sorğuya görə sakinlərin çoxu ilan sancması zamanı ilk yardım qaydalardan bələddir. Digər mövzuya gəldikdə isə müsahiblərin əksəriyyətinin fikrincə qiyməti baha olan dondurmalar daha keyfiyyətli olur.